Ay sən... Bir dənə BT. Buyur əzizim. Sağ ol. Alaskar, Ha. BT'dir. Həri. Düğmen var. Evet o. Salamünaleyküm. Heyvan var. Selamünaleyküm kardeş, var. Sağ ol. Güle güle. Gör necə tərri, necə səhərsin? Ala! Ha, min dəfə demişəm ki, pivəni içəsən butulkada. Elə bir çeşit pivədir. Bəh, bu çeşitli pivədən bir yeşik alasan, aparasan evə. Seyitler televiziyada futbola baka bala bundan vurasan, necə səhərsin? Daha boçkanı da eve apara bilmeyeceksin ki. Amma bu zəhrimə çeşit pivə tapılmır. Ha, neçdə bulmur axı? Neftçinin öyünü bu çeşki pive yıkmadı. İgrokları kovmak lazımdır. İgroklar neynəsini? Neftçinin adını değişip talış koymak lazımdı ki, qabağına geleni uçsun. Vesselam. Baba nə adı? Qol vurmaq lazımdır, qol! Eldəniz müəllim, mən ölüm. Haycan. Dünyanın ən məşhur hücumçusu kimdir? Yaşı. Pele var ha qara, o da pis öyle. Eldəniz müəllim, bu köklük mənə yaman əziyyət verir. Kök dövsən, eşişmisən, eldən içəni. Gimnastik elə. Əgil dur. İyequlav kimi. Hindistanda qara uzun adamlar var, atlarına yol deyir. Səhərdən axşama götürürlər məhəllədə. İşləri gücləri əgilib durmaqdır. Yeğvala yeri. Birinci Dünya Müharibəsi bilirsiniz necə başlayıb? Necə başlayır? Almanların bir dənə pasolu olub Avstriyada, Ferdinand. Ha, Tren dalından bak vurublar kişini. ha? Ha. Vay yazık. Eldəniz müəllim, Bəli. Yaponski servis yaxşıdır, yoxsa bizimki? Nə? Arvad məndən servis istəyir. Hələ ki kişi açma da, ağlı başı oyun. Arvatdır da, bir gün servis istəyər, sabadaki rayal almaya üçün. Gürdanam gül saxlasın. Ha? Fazıl müəllim, deyirlər Hindistanda yoxlar var. Bir-iki dəfə əyilib duran kimi qarnları Ala əriyir. yoga bak ala! Ada nə yoxlar? Hansı yoxlar? Ada onlar bir buruşka pivə içəndə
Qarınları ağrıyır. İşi de var be ya. Yoldaş, futbolsun için operazat değil. Combul adamın futbolda ne işi var? Hele futbolcu değil, balerina. Boçkada ancak tuzlu xiyar saxlayarlar. Başa düşdünüz? Tuzlu pivəni Fransada arvatlar içirlər. Özde saman çöpündən. Hadi, Lüboy həkimdən soruş poliklinikada. Diyecek ki, açkovoy pive içmek, ne gençken içmeyin. Başa düşdünüz? Bak Cevahir, bu yayın günde bir karnı ağrılıksa özüme bir deridir bir düşünür.